İndi isə bu möhtəşəm ekosistemin qurulmasında aylarla davam edən hazırlıq prosesinin arxasında dayanan, bizləri bu peşəkar atmosferdə birləşdirən ideya müəllifini səhnəyə dəvət etmək istəyirəm. Forumun rəsmi açılışı və təşkilatçı nitqi üçün Ravan Akademinin təsisçisi və direktoru Rəvan Beydullayevi gür alqışlarınızla səhnəyə dəvət edirəm. Buyurun Rəvan bəy, söz sizdədir. Təşəkkür edirəm. Hamınızı burada xoş gördük. İnsanlar bazar günü buradadırsa, demək ki, qəlblərə toxuna bilmişik. Bugün ölkəmizin marketinq cəbhəsində vuruşuruq. Biz dünən də burada vuruşurduq və sabah da bizim üçün amal bu olacaq. Strateji marketinq forumu olaraq əsas məqsədimiz ölkənin marketinq gündəmində strateji yanaşmanı formalaşdırmaqdır və bu məsuliyyəti uğurla təmsil edirik və davam elətdiririk. Çox təşəkkür edirəm ki, bugün bizimlə buradasınız. Ən önəmli istirahət günümüzü özünüzə yatırım eləmişsiniz. Mən düşünürəm ki, elə bu münasibətdən özümüz bir ürəkdən alqışlaya bilərik. Deyəsən, auditoriyamız biraz aktiv deyil. Biraz daha cür alqışlaya bilərik özümüzü. Təşəkkür edirəm. Bugün sizi bir-birindən maraqlı 3 panelimiz gözləyir. Əlbəttə ki, rəqəmsal sayda bu qədər yenilənmə, süni intellektin, datanın istifadəsi bu qədər qaynar və yanar nöqtə olduğu üçün düşünürəm ki, bu ilki sessiyamızda buna toxunmaya bilməzdik. Və həmçinin də brendlərin necə strateji brendləşir istiqamətində də dəyərli müzakirələrimiz olacaq. Həmçinin də sonda bizi çox maraqlı döyüş meydanında gözləyir. O panelin də iştirakçılarını buradan salamlayıram. Düşünürəm ki, sizin üçün çox maraqlı bir tədbir keçəcək. Əlavə olaraq da təbii ki də bizim bilirsiniz ki, ötən il bu forumu 2 dəfə təşkil eləmişik. Bu il artıq 3-cü sessiyamızdır. Hər təklif, hər fikir sizdən gələn bizim üçün önəmlidir. Çünki biz bu platformanı sizin istəklərinizlə, sizin feedbackləriniz üzərində formalaşdırmışıq. Və təşəkkür edirəm ki, bugün bu qədər real yanaşıb bizimlə birlikdəsiz. Biz ölkə marketinqi adına vuruşuruq və bu yolda çoxlu əsgərlərə ehtiyacımız var. Çox təşəkkür edirəm ki, buradasınız. İnanıram ki, çox maraqlı bir tədbir keçəcək sizin üçün. Minnətdaram. Əlavə olaraq da son xahişim olacaq ki, Jalə xanım onu məmnun elədi. Bir dənə də siz onu alqışlayasınız ki, Jalə xanımı yenidən səhnəyə dəvət eləyək. Rəvan bəyə təşəkkür edirik əvvəlcə və təbii ki, Rəvan bəy bizə qarşıdakı saatlarda hansı mövzuların müzakirə olunacağını, bir qədər bizi nəyin gözlədiyini dedi.